Maraqlı bir xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Bakıda avtobus sürücüsü sevdiyi xanıma evlənmə təklif eləyib, belə avtobusun ortasında həmin video görüntüləri sizə təqdim edəcəyik. Eyni zamanda elə qısa xəbərimizi də diqqətinizə çatdırırıq. Belə ki, Bakıda marşrut avtobuslarının birində maraqlı anlar yaşayıb. Biz bu xəbəri Qafqaz İnfoya istinadən diqqətinizə çatdırırıq ki, avtobus sürücüsü sərnişini olan sevgilisine evlilik təklif edib və bu təklifi elə iş vaxtı digər sərnişinlərin gözü önündə eləyib. Gözlənilməz addım avtobusdakilərin böyük marağına səbəb olub və sürücünün cəsarətli davranışlarına alqışlarla reaksiya verib və hər kəs cüddiyə xoşbəxtlik arzuluyub. İndi həmin görüntüləri sizə təqdim edirik. Ondan Sınavda Hanım'la yani aile kurmak istedim. Dedim Sınavda Hanım güzellik olmasa sizden dünya ve ahiretin için bu dünyada hem ahiretin için sözüm olmağını isteyelim. Kardeşler. Hoşbext olun.